Hər vaxtınız xeyir olsun. Bugün mətbəxdə çoxumuzun sevimlisi 3 bacı dolması hazırlayırıq. İlk öncə 2 ədəd soğanı xırda-xırda və ya mənim kimi necə gəldi doğrayıb yağda yüngülcə qızardırsınız. Ardınca qiyməni əlavə edib duz, nanə töküb qovururuq. Burada yağı qeyd eləməyi unutdum. Təbii ki, ilk öncə yağı əlavə edirik. Qiymə qovrulmağında olsun. Bu vaxtda başlayaq tərəvəzləri hazırlamağa. Öncə ilə pomidorun arxadan şapka kəs, içini boşalt. Biber eyni qayda, içi hazır. Badımcan qarın hissəsini kəs, qaynar suya sal, rəngi dəyişən kimi çıxar. Acı suyunu ehmalca sıx. Bu mənzərə çox da xoş olmasa da məcburuq bunu etməyə. Daha sonra pomidorun içini atmaq yox, birbaşa qiyməyə əlavə edirik. Dadın sirri elə buradadır. İndi hər tərəvəzi bu ləzzətli içlə doldururuq. Qazana düzürük. Üzərinə yarım stəkan su və bir qaşıq yağ əlavə edirik. Və səhnəmizin finalı. Su çəkildi, yağa düşdü, artıq hazırdır. Bu adı da kim qoyub, bax bunu bilmirəm. Amma çətin olsa da dadlı yeməkdir. Hazırlasanız sizə də nuş olsun. Hələlik.